Sən heç göy üzünü yararaq gedən bir ildırımın səsini eşitmisənmi? Amma indi təsəvvür et ki, bu ildırım artıq təbiətin deyil, Azərbaycanın öz əlindədir. Bu sürətin, texnologiyanın və gücün rəmzidir. Azərbaycan ildırımı. Azərbaycan ildırımı. Bu ad artıq təkcə bir layihə deyil, milli qürurun, elmin və hərbi zəkanın parlayan simvoludur. Müstəqillik illərindən bəri Azərbaycan müdafiə sənayesini mərhələ-mərhələ gücləndirərək, bugün regionda özünün ən müasir texnologiyaya əsaslanan sistemlərini qurub. İldırım adlanan bu yeni nəsil taktiki zərbə sistemi yerli mühəndislər tərəfindən hazırlanmış və yüksək dəqiqlikli optiki elektron tuşlama sistemləri ilə təchiz edilmişdi. Onun əsas məqsədi düşmənin hərəkətli və stasionar hədəflərini cəmi bir neçə saniyə ərzində zərərsizləşdirməkdir. Bu sistem yüksək sürətli reaksiya və ani cavab imkanına malikdir. İldırımın texniki xüsusiyyətləri tam real məlumatlara əsaslanır. Atış məsafəsi 300 kilometri ötür, raketin maksimal sürəti isə saniyədə 2,5 kilometrə çatır. Bu havada sanki ildırımın özü kimi hərəkət edən dəqiqlik zərbədir. Azərbaycan Silahlı Qüvvələrinin texnologiya mərkəzlərində və Müdafiə Sənayesi Nazirliyinin tədqiqat laboratoriyalarında yaradılan bu sistem yerli istehsalın və beynəlxalq əməkdaşlığın nəticəsidir. Mühəndislərimiz Türkiyə və İsrail kimi tərəfdaş ölkələrin təcrübəsindən bəhrələnərək öz orijinal proqram təminatını və idarə etmə mexanizmini formalaşdırıblar. İldırım sisteminin əsas üstünlüyü ondan ibarətdir ki, o həm gün, həm də gecə rejimində buludlu hava şəraitində belə hədəfi itirmədən vurmaq qabiliyyətinə malikdir. Raket buraxılış qurğusu hərəkətli zirehli platforma üzərində quraşdırılır və döyüş zonasına 10 dəqiqədən az müddətdə yerləşdirilə bilir. Bütün sistem tam avtomatik işləyir. Operator yalnız təsdiq siqnalını verir. Bu isə insan səhvini sıfıra indirir. Azərbaycan ildırımı həmçinin düşmənin radio-elektron müdaxilələrinə qarşı xüsusi müdafiə modulu ilə təmin olunub. Yəni GPS və siqnal kəsici müdaxilələr onun üçün demək olar ki, təsirsizdir. Bu sistemin testləri 2024-cü ilin sonlarında Qobustan və Kürdəmir poligonlarında uğurla keçirilib. Testlər zamanı ildırım 270 kilometr məsafədə yerləşən metal hədəfi plus-minus 2 metr dəqiqliyi ilə vurub. Bu regionda bu səviyyədə dəqiqlik göstərən nadir taktiki sistemlərdən biridir. Əslində Azərbaycan ildırımı təkcə bir silah deyil, bu milli texnologiya müstəqilliyinin və elmi intellektin sübutudur. O, gənc Azərbaycanlı mühəndislərin beyin məhsuludur. Gənclər ki, onlar bir vaxtlar məktəb laboratoriyalarında xəyal qururdular, indi isə dünya səviyyəsində hərbi texnologiya istehsal edirlər. İldırımın hazırlanmasında istifadə olunan komponentlərin 60%-dən çoxu yerli istehsaldır. Bu isə iqtisadi və strateji müstəqilliyin daha bir göstəricisidir. Bu layihə həmçinin ölkəmizin Smart Defense konsepsiyasının əsas dayaqlarından biridir. Yəni, az resursla maksimum nəticə əldə etmək. İldırım sistemi həm quru qoşunlarının, həm də hava hücumundan müdafiə qüvvələrinin əməliyyat planlarına daxil edilib və gələcəkdə dron sistemlərlə inteqrasiya olunacaq. Yəni, yaxın gələcəkdə bu ildırım təkcə göydən düşməyəcək, eyni zamanda havada süzən pilotsuz sistemlərlə birlikdə tam sinxron zərbələr endirəcək. Bu da Azərbaycanın müasir döyüş konsepsiyasının yeni mərhələsi deməkdir. Bütün bu nailiyyətlər Azərbaycanın regionda sülhü qorumaq üçün texnologiya və gücə əsaslanan balans siyasətini bir daha göstərir. İldırımın mövcudluğu təkcə caydırıcı qüvvə deyil, həm də əminliyin və stabilliyin təminatıdır. Çünki güclü Azərbaycan sülhün qarantıdır. Bugün dünyanın müxtəlif analitik mərkəzləri Azərbaycan müdafiə sənayesini Cənub Qafqazın ən dinamik inkişaf edən sektorlarından biri kimi qiymətləndirir. Hər bir yeni layihə, o cümlədən ildırım, bu inkişafın canlı sübutudur. Bu, sadəcə metal və elektronika deyil, bu, xalqın iradəsi, torpağını və gələcəyinə olan inamın səsidir. Azərbaycanın ildırımı, gücün yeni adı.